Salam dəyərli şagirdlər, müəllimlər və şagirdlərimizin valideynləri. Bəli, biz növbəti monitorinq mini sınağı sizlərlə bölüşmək istəyirik. 10 suallıq sınaq izahi ilə sizlərin qarşısındadır. Başlayaq. Aşağıdakı cümlələrdən hansında ilişmək sözü həqiqi mənada işlənib? Bəli, biri var mən çətinliyə ilişirəm. Biri var hansısa sualda ilişib qalıram. Yenə də çətinliyə ilişib qalıram. Bu tip ilişib qalmaqlar məcazidir. Çünki ilişə bilmirəm mən. Bir suala insan necə ilişsin? Bir çətinliyə insan necə ilişsin? Cavabımız B variantıdır. Amma köynəyi mismara ilişə bilər. Köynəkdir, mismara ilişir qalır. Cavabımız olacaq birinci sualda B variantı. Gözü açılmaq bir sözlə necə ifadə etmək olar? Məsələn, mən artıq gözüm açıldı, kimsə mənə kələk gələ bilməz, kimsə məni aldada bilməz. Mən artıq ağıllanmışam, yəni gözüm açıqdır artıq. Hər şeydə kimsə ilişdirsə məni, mən o işdən üzü açıq, alnı ağ şəkildə çıxacam. Yəni ağılla hərəkət etmiş olacam. Hansı cümlədə frazeoloji birləşmə var? O, bu xəbərə ağzı açıla qaldı. Hər hansı bir xəbərə eşidirik, şoka düşürük. Şoka düşdüyümüzə görə ağzımız açıla qalıb. Cavabımız olacaq B variantı. Uşağın səsi eşidilə bilər, kitab maraqlı ola bilər, hava dəyişə bilər. Amma kiminsə ağzı, xəbərə görə ağzı açılı qala bilməz kiminsə. Bu artıq frazeoloji birləşmədir. Hansı sözün tələffüzündə qoşa y işlənir? Ümumiyyətlə qoşa y olması üçün tələffüzdə heç olmasa yazılışda da qoşa y olsun da. Məsələn, tövsiyə və tərbiyə sözü bir y ilə yazılırsa, bunun tələffüzü necə 2 y ilə ola bilər? Ehtimalla 2 y ilə tələffüz olunan sözlər heç olmasa 2 y ilə yazılmalıdır. Amma diqqətli olun, hər 2 y ilə yazılan söz 2 y ilə tələffüz olunmaz. Əgər qoşa y sözün kökündədirsə, o zaman tələffüzdə y-ların hər ikisi qalır. Yox, əgər qoşa y şəkilçidədirsə, ədəb, ədəbiyyat. Qoşa y şəkilçidədirsə, o zaman y-nın biri düşür. Yəni, C variantında y-nın biri qalır tələffüzdə deyə variantımız C ola bilməz, B variantıdır. 5 və 6-cı tapşırıqları mətni oxuyaraq cavablandırmalıyıq. Getdik. Səhər tezdən balaca Melodiya pəncərədən uçub şəhərə düşdü. Bir qoca qadın ağır çantası ilə çətinliyi ilə gedirdi. Melodiya onun qulağına incə bir səs pıçıldadı. Qadın yüngülləşmiş kimi addımladı və gülümsədi. Melodiya sevindi. O anladı ki, yaxşılığı olan insanların yanında yaşamaq ən gözəl yerdir. Melodiya qoca qadına necə kömək etdi? Bəli, bax, ona mahnı pıçıldadı, bax, bir səs pıçıldadı. Çantasını daşımadı, yol göstərmədi, su vermədi. Melodiya sonda nə nəticə çıxartdı? Yaxşı insanların yanında olmaq gözəldir. Bax, 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 bu hissədə. O anladı ki, yaxşılığı olan insanların yanında yaşamaq ən gözəl yerdir. Cavabımız C variantı olacaq. Sual 7. Səhər məktəbə gedirdim, dostum Elvindən rastlaşdım. Dərsə hazırsan, dedim. Elvin çiyin çəkdi. Mən hara hazıram, sən həmişə hazırsan axı. Məktəbdə uşaqlar riyaziyyat suallarını mənə verirdilər. Elvini də çağırdım, amma o lovğalıqla mən özümü bir təhər xilas edərəm, dedi. Dərs başladı. Müəllim Elvini lövhəyə çağırdı. Elvin pıçıldadı. Yaman ilişdim. Mənə göz qaş elədi ki, kömək edim. Amma müəllim məni çağırdı və təriflədi. Tənəffüsdə Elvin küstü. Mənim artıq dostum deyilsən. Evə tək qayıtdım və düşündüm. Axı mən ona necə kömək edə bilərəm? Uşaqlar niyə qəhrəmanın yanına yığışmışdılar? Çünki riyaziyyat suallarına cavab tapmaq istəyirdilər. Ona görə qəhrəmanın, igidin yanına yığışmışdılar. Bəs Elvin niyə küstü? Çünki dostu dərsdə ona kömək etmədi deyə Elvin küsmüş oldu dostundan. 9 və 10-cu tapşırıqları mətni oxuyaraq cavablandırmalıyıq. Bir ulduz gecəsi bir qız göydə parlayan ulduzları sayırdı. O, hər ulduz üçün bir arzu tutdu və bunu tam səmimi niyyəti ilə dilədi. Ertəsi gün məktəbdə köhnə dostu ilə qarşılaşdı və arzusunda tutduğu xoş xəbər gerçəkləşdi. Səmaya baxıb ürəkdən təşəkkürünü bildirdi.
Qızın arzusunun gerçəkləşməsinin səbəbi nə idi? O idi ki, o qəlbən, yəni bu arzunu qəlbən istəmişdi, qəlbdən istəmişdi deyə onun arzusu gerçəkləşmiş oldu. Bu mətn bizə hansı nəticəni göstərir? Nəticəmiz odur ki, xoş arzular yaxşı nəticələr gətirə bilər. Yəni sən arzularını xoş tut ki, o həmin arzularının da nəticəsi reallaşsın, yaxşı olmuş olsun. Cavabımız olacaq B variantı.